İkinci Qarabağ müharibəsindən sonraki dövrdə həm İran, həm də Ermənistan siyasətçiləri və ekspertləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilən məsələ bu günlərdə reallaşıb. İran Müdafiə Naziri General Əziz Nəsirzadənin 20-21 may tarixlərində İrəvana rəsmi səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bununla da İranın Ermənistana son illər ərzində hər vəcihlə gizlətməyə çalışdığı hərbi dəstəyi açıq müstəviyə keçib və İran rəsmən Ermənistanı silahlandıran Fransa, Hindistan, Yunanistan üçlüyünə qoşulub. Ən maraqlısı budur ki, Tehranla İrəvan arasında hərbi anlaşma Azərbaycan və İran hərbçilərinin erməni işğalından azad edilmiş Qarabağ ərazisində Araz 2025 adlı birgə hərbi təlimlərinin keçirildiyi günlərdə əldə olunub. Bu da İran hakimiyyətinin Cənubi Qafqazda illərdən bəri yürütdüyü Ermənistan ağırlıqlı, ikibaşlı və ikiyüzlü siyasətindən əl çəkmədiyini göstərir. Son illər İranın Ermənistana müxtəlif növ silahlar, o cümlədən tank əleyhinə raketlər və müxtəlif dronlar verdiyi barədə xəbərlər yayılıb. Həmçinin ötən il İranla Ermənistan arasında 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalandığı barədə məlumat üzə çıxıb. İran rəsmiləri 2-ci Qarabağ müharibəsindən sonra Tehranın davranışı kontekstində məntiqi və inandırıcı görünən bu xəbərləri təkzib edib. Amma İrəvana səfərinin başlanğıcında İranın Müdafiə Naziri deyib, hərbi sahədə İran-Ermənistan əlaqələrinin səviyyəsi çox yaxşıdır. Əgər ortada real hərbi əməkdaşlıq, o cümlədən Ermənistana silah tədarükü yoxdursa, onda nazir bu sahədə əlaqələrin çox yaxşı olduğunu niyə bəyan etsin ki? Deməli, İrəvanda imzalanan anlaşma memorandumu artıq mövcud olan hərbi əməkdaşlığı təsdiqləmək və daha da genişləndirmək niyyətinin ifadəsidir. Təsadüfi deyil ki, General Nəsirzadə İranın hərbi potensialı ilə tanış olmaq üçün erməni həmkarını ölkəsinə dəvət edib. Ermənistanın Müdafiə Naziri Suren Papikyan isə İrəvanın İran istehsalı olan hərbi məhsullardan və texnologiyalardan istifadə etməyə hazır olduğunu bildirib. Yəni, İrandan silah və texnika almaq istədiyini dilə gətirib. Sepaha bağlı media məsələni bir qədər də konkretləşdirərək yazıb ki, Ermənistan İrəvandan hava hücumundan müdafiə sistemləri almaq istədiyini rəsmən təsdiq edib. 2 gün davam edən səfəri çərçivəsində İran Müdafiə Naziri erməni həmkarı ilə təkbətək və geniş tərkibdə müzakirələr aparıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistanın Yüksək Texnologiya Sənayesi naziri Mıxitar Ayrapetyanla görüşüb. Səfərin yekunlarını jurnalistlərə şərh edən İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib, İran Müdafiə Nazirinin Ermənistana səfəri olduqca müsbət və səmərəli oldu. Bu səfər əyani şəkildə nümayiş etdirdi ki, bizim münasibətlərimiz strateji səviyyəyə yüksəlib. Səfir əlavə edib ki, İran-Ermənistan əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf edəcək. Yəni, iki tərəfli hərbi əlaqələrdə genişlənəcək. Yeri gəlmişkən, məhz Mehdi Sübhani bu ilin fevral ayında keçirdiyi mətbuat konferansında İran-Ermənistan hərbi əməkdaşlığında ciddi irəliləyiş olacağının anonsunu vermişdi. Daha əvvəl Ermənistan Xarici İşlər Nazirinin müavini Vahan Kostanyan ölkəsinin İranla hərbi əməkdaşlığının perspektivindən danışarkən bu məsələ ilə bağlı xüsusi proqram üzərində işlədiklərini bəyan etmişdi. Bu ilin aprel ayında isə İran və Ermənistan hərbçilərinin erməni mətbuatının tarixi hadisə adlandırdığı birgə hərbi təlimləri baş tutmuşdu. İrəvana səfəri gedişində İran Müdafiə Naziri bir sıra siyasi bəyanatlar da verib. O cümlədən İranın qırmızı xətti mövzusunu yenidən gündəmə gətirib. Nazir bildirib ki, İran-Ermənistan sərhədi iki xalqın tarixi əlaqə yoludur və Tehran heç kəsin bu sərhədə əl uzatmasına imkan verməyəcək. İki ölkənin münasibətlərinin strateji əhəmiyyətini vurğulayan nazir deyib ki, Ermənistan İranın qonşuluq siyasətində xüsusi yer tutur. Tehranla İrəvanın əlaqələri möhkəm tarixi və mədəni təməllərə söykənir. General Nəsirzadə iki tərəfli əlaqələr barədə açıqlamalarında ötən il İran ali rəhbərinin Ermənistan baş naziri ilə görüşündə söylədiklərinə istinad edib. Həmin görüşdə Əli Xameneyi belə demişdi: "Biz ciddi şəkildə Ermənistanla münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıyıq. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı maraqlar əsasında və başqalarının siyasətini nəzərə almadan güclü şəkildə
şəkildə davam edəcəkdir. Burada başqaları dedikdə Xameneyi Azərbaycana eyham vurub və Ermənistanla münasibətlərdə Azərbaycanın mövqeyini nəzərə almaq fikrində olmadıqlarını vurğulayıb. Bunu onun sonraki sözləri də təsdiq edir. İran İslam Respublikası Zəngəzur marşrutunun Ermənistanın ziyanına olduğunu düşünür və bir daha bu yanaşmasında təkid edir. Səfərinin yekunlarına dair açıqlamasında General Nəsirzadə də Zəngəzur dəhlizinin əleyhinə mövqe sərgiləyib və Cənubi Qafqazın İran üçün geosiyasi və geostrateji əhəmiyyətini vurğulayaraq Fars körfəzi Qara dəniz marşrutu baxımından Ermənistanın xüsusi önəmini qeyd edib. Onun ardınca dünən Mehdi Sübhani də daha açıq şəkildə heç bir Zəngəzur dəhlizi olmayacaq deyə bəyan edib. Bu kontekstdə Əziz Nəsirzadə İrəvanda olarkən növbəti dəfə Zəngəzur dəhlizi müqabilində Ermənistan baş nazirinin irəli sürdüyü sülh kəsişməsi layihəsinə İranın dəstəyini ifadə edib. Amma dünən İranın bir neçə saytında dərc olunmuş məqalədən aydın olur ki, İran bu dəstəyi yazının başlığında deyildiyi kimi havayı vermək fikrində deyil. Bunun əvəzində İran kommunikasiyaların təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Zəngəzur bölgəsində özünün hərbi mövcudluğuna nail olmaq istəyir. Həmin hərbi mövcudluğun kimə qarşı yönəldiyi isə erməni politoloq Andranik Ovanisyanın şərhindən aydın görünür. Əziz Nəsirzadənin Ermənistana səfərini ucadan siqnallar verən sakit səfər kimi qiymətləndirən ekspert əslində bütün bu macərada İranın Ermənistanı deyil, öz maraqlarını düşündüyünü vurğulayaraq yazıb. Tehranın Qafqaz bölgəsində öz maraqları var. Bu da ilk növbədə Türkiyə təsirinin qarşısını almaqdan və o cümlədən Ermənistanın Sünik bölgəsindən dəhliz əldə etməklə bağlı Bakının ambisiyası kontekstində sərhədlərin dəyişməsinə yol verməməkdən ibarətdir. Ermənistan hələlik İran üçün Ankara və Bakıya qarşı istifadə etdiyi taktiki tərəfdaşdır. Bu şərhə onu əlavə etmək olar ki, İran hakimiyyəti Orta Şərqdə, xüsusən Suriyada itirdiyi mövqelərin əvəzini Cənubi Qafqazda çıxmaq istəyir və bu işdə Ermənistandan bir növ proksi qüvvə kimi istifadə etməyə çalışır.